Değerli izləyicilər, 30-cu sualda qeyd edilir ki, düzgün olan fikri müəyyən edin. Sultan II. Toğrul Arranı iqta kimi Eldənizə bağışlamışdır. Doğru cavabı da 2. Toğrul. Atabəy Şəmsəddin Eldənizin dövründə adına pul kəsdirmişdir. Atabəy Eldəniz Gürcü çarı 4-cü Gürcü məğlub edib Dəbil şəhərini tutdu. Şirvanşah 1-ci Axistan Eldənizə hökmə Özbəyin hakimiyyətini qəbul etmişdir. Bu səhvdir. Özbəyin dövrü Eldənizlər dövlətinin Xarəzmşah Cəlaləddin Naxçıvanı tutması ilə süqut etmişdir. Bu da yanlışdır. Təbrizi tutmaqla da 4-cü Georgini məğlub edərək. 4-cü Georgi ilə 3-cü Georgi idi. Atabəy Şəmsəddin Eldənizin dövründə adına pul kəsdirmişdir. Atabəy Sultan II. Toğrul Arranı iqta kimi Eldənizə bağışlamışdır. Arranı iqta kimi. Bəli, Arranın arazisi verilib. Doğru cavabımız A variantında göstərilib. Deməli, A doğru cavabdır.